Investors Investor şirkəti sizi salamlayır. Dünya valyuta birjalarında funtun qiyməti cümə axşamı 1 dollar 23.16 sentə kimi bahalaşdıqdan sonra yenidən 1 dollar 21.39 sentə kimi ucuzlaşıb. Brexit fonunda Böyük Britaniya maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərin də Avropa Birliyi bazarından çıxması tələbi funtun qiymətinə mənfi təsir edir. Lakin məzənnə, yəni funtun dollara nisbətən məzənnəsi cari həftə minimum səviyyəsi üzərində qaldıqca yenidən 1 dollar 23.16 sentə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Avron dollara nisbətən məzənnəsi də cümə axşamı 1 dollar 0.603 sentə kimi ucuzlaşıb. Məzənnə üzrə önəmli müqavimət və dəstək səviyyələri müvafiq olaraq 1 dollar 0.683 və 1 dollar 0.574 sentdir. Eyni zamanda bugün Bakı vaxtı saat 17:30-da yayımlanacaq Amerikanın istehsal sektorunda qiymət indeksi və pərakəndə satış dövriyyəsi ilə bağlı statistik məlumatlar investorların diqqət mərkəzində olacaqdır. Investors Investor şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.